Ya Allah, hər vaxtınız xeyir olsun. Əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Biləcəli qəsəbəsindəyik. Abidənin Kurqud ilə bura el arasında, yolla arası cəmi 100 metr məsafədə, əziz dostlar. Baxın, qarşıda görürsünüz, 6 çox torpaq sahəsi satılır. İnşallah sizə təqdim edəcəyik. Gəl Tural. Gəl qardaşım. Baxın əziz dostlar, deməli, yerimizin eni 12 metrdir, uzunluğu isə 40 metrdən çoxdur. Və burada bir şey qeyd edeyim sizə. Sonra bir də bu tikilini görsəm qardaşım. Əziz dostlar, baxın bu köhnə tikilidir. Köhnə tikilinin 118 kvadrat metrə kupçası var. Köhnə ev olub burada. Hal-hazırda evin kupçası var. 118 kvadrat metrə əziz dostlar. Və 3 sayğacın 3'ü də var hal-hazırda. Burada hündür yerdir, nəmişlik olmayan bir ərazidir əziz dostlar. Baxın, görürsünüz, gözəl şəkildə bağı var. Özü köhnə bağdır. Yerin hər tərəfi bağlıdır. Hər tərəf bağlıdır. Qiymət də bugünkü gün üçün əla qiymətdir əziz dostlar. Biləcərdə, Abidənin Kurqunda rahat market var. Apartman 5 mərtəbə var. 5 mərtəbənin lap yaxınlığında da var. Deməli, qiymət təyin olunub 157.000 manat ümumi qiyməti. İnşallah ki, real müştəriyə endirim olunacaq. Yəni də təkrar edirəm, küçə də enli küçədir. Küçənin ilə eni təxminən 12 metrdir. Maşallah, enli küçədə yerləşir. Çox rahatdır buranın giriş çıxışı. Daha ölçüsü nə qədər? Ölçüsü 5,8 sotdur bura. 5,8, yəni 580 kvadrat metr. Eni uzunu? Eni 12 metrə yaxındır. Uzunu deyəsən 44 metr idi. Uzunu 40 metrdən uzundur. Ben indi orasını bilmirəm, dəqiq deyə bilmirəm, amma 40 metrdən uzundur, əziz dostlar. Deməli, çəkilişdə gördüyünüz hər şey. Burada rahat şəkildə baxın, bir evdə tikmək olar. Bax, bu mərkəzdə rahat ev tikirsən. Ağacın arxasını göstərir. Bəli, ağaclara toxunmadan. Burada rahat şəkildə, əziz dostlar, ev tikmək mümkündür və yəni təkrar edirəm, orada tikili var, köhnə tikili, həmin tikilinin 118 kvadrat metrə qanuni kupçası var, əziz dostlar, və sayğaclar da mövcuddur. 157.000 manat deyilir. İnşallah ki, real müştəriyə torpaq sahibi deyib ki, mütləq şəkildə ürək açan bir endirim olmayacaq, əziz dostlar. Torpaq satılmalıdır. Allah xeyir versin. Alana da, satana da əziyyət keçən bizlərə də. Görsək təzələnmə meyvələri. Əziz dostlar, gördüyünüz kimi burada ağac tərəfi göstərməyə imkan vermir deyənə təmizlənməlidir. Belə bir geniş həyətdir. Kimdə maraqlı olsa bizimlə əlaqə saxlaya bilər. Əlaqə nömrələrimiz səhifəmizin biosunda var. Sizin də satış təminatınız varsa, evləriniz, torpaqlarınız, obyektiniz bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasına köməklik göstərək. Allah hər birinizdən razı olsun. Allah ev olmayanlara da ev qismət eləsin inşallah.